Deməli, digər sahə sualı ilə bağlı məsələdə 28-ci sualda bizə deyir ki, isbat edin ki, üçbucağın bir tərəfi A-dır, daha doğrusu bir tərəfi A-dır, ona bitişik bucaqları alfa və beta olarsa, onun sahə düsturu bu qayda ilə hesablanır. Yenə burada siz bucaq görmüsünüzsə, düşünməlisiniz ki, bucağın sahə düsturunu 2-də 1 AB sinus alfa düsturundan istifadə edərək hesablamalıyam. Onda mən nə edirəm? Əvvəlcə digər bucağı tapıram. Bilirəm ki, digər bucaq nə olmalıdır? 180-ə tamamlama olduğuna görə 180 çıxaq alfa plus beta olacaqdır. Üçbucağın sahəsini tapmaq üçün mütləq digər tərəfi bilməliyim. Hər hansı bir tərəfi götürək, tutaq ki, bu x tərəfini götürək və sinuslar teoremindən x-i ifadə eləməyə çalışaq. Mütləq x ifadə edirsən. X-in buna nisbəti, x-in sinus betaya nisbəti bərabər olacaqdır. A-nın nəyə nisbətinə? A-nın sinus 180 çıxılsın alfa plus betaya nisbət olacaqdır. Gəlin buradan x-i tapmağa çalışaq. 180-dən çıxanda ikinci rübə gedirsən, işarə dəyişmir və deməli, işarə müsbət olur, adını dəyişmir. Bu ifadə olur nə? Bu ifadə belə bir ifadə olur. O, x bölünsün sinus beta bərabərdir. A bölünsün sinus nə qədər olacaqdır? Alfa plus beta olacaqdır. Əgər sən buradan x-i ifadə eləmiş olsan, x-in qiyməti nəyə bərabər olacaq? Sinus beta bölünsün sinus alfa plus beta şəklində olacaqdır. İndi şu bucağın iki tərəfi onun arasındakı bucağa görə sahə düsturunu yaza bilərəmmi? İki tərəfi onun arasındakı bucağa görə sahə düsturunu yazmış olsam, s bərabər olacaq 2-də 1 A vurulsun. X-in yerine bu ifadəni qoyuram. Yazıram A vurulsun sinus beta. Məxrəcdə yazıram sinus alfa plus beta. Vurulsun. Deməli, A tərəfini qeyd elədim. Ondan sonra x tərəfini qeyd elədim. Bir də onun arasındakı bucağın sinusunu qeyd eləməliyəm. Vurulsun nə yazmalıyam bura? Sinus yazmalıyam. Yuxarıda A-nı A-ya vursam, onda alınan ifadə nə olacaq? A kvadratı sinus alfa vurulsun sinus beta olacaq. Məxrəcdə isə 2 gələcək bunun yanına. Olacaq 2 vurulsun sinus alfa plus beta olacaq. Beləliklə biz isbat eləmiş olduq ki, üçbucağın sahəsi o düsturundan hesablanır. Sadəcə buradakı əsas məntiqi anlamaq lazımdır ki, verilməyən tərəfi sinuslar teoremi ilə verilənlərlə ifadə eləməli, sonra da sahə düsturuna yerini qoymaq lazımdır. Əslində bu qədər bəsit.